fikir vermişsiniz, bəzən hər şey yaxşıdır, maliyyə cəhətdən, həm evdə problem yoxdur, işin, gücün, yəni bir problem yoxdur, sıxıntın yoxdur, amma qəlbdə bir sıxıntı var, özünə yer tapa bilmirsən. Yəni otursan boşu-boşuna sıxılırsan. Həmin anda insanların əksəriyyəti nə edir? Daha deyim, çoxsu. Zəng edir dostuna, tanışına, nə bilim. Yəni özünü əyləndirməyə bir yer axtarır və o tanışına zəng edir, onunla görüşür. Biraz dağılmağa, deyir, biraz çıxaq sonra dağılın, biraz baş. Amma əslində ən pis eləyə biləcəyi iş elə odur. O sənin qəlbinin sıxıntısı, yəni ruhən zəif, boşluq olan bir yer var ki, sənə o qəlb sıxıntısı gəlir. Buna qulaq asıb, ruhuna qulaq asıb, nə etmək, nə istədiyini maraqlanmaqdansa insan gedir bədəninə əyləncə axtarır. Yəni üstdən əlbəttə tədavi edir də özünü belə. Amma əslində o boşluq ruh bədənə tabedir. Yəni sən bədəni nə qədər əyləndirsən də sənin üçün heç vaxt rahat olmayacaq. Ona görə öncə ruhu düzəltmək lazımdır. Yəni ruhən rahat olmaq lazımdır. Ruhən rahat olduqdan sonra isə bədənin nə əzab çəksin, nə problemlər olur olsun, ruhən rahatsansa, demək ki, rahat olacaqsan. O ruh da nə istədiyini, yəni ruh bir şey istəyir. Ruhumuz yalnız axirət üçün yaradılıb. Ruh axirətə istəyir. Axirəti isə yalnız Allahı zikr etməklə qazanmaq olar. Ona görə də əgər elə bir qəlb sıxıntınız varsa, əgər bir özünüzə yer tapa bilmirsinizsə, demək ki, Allahı çox-çox zikr edin. Allaha yaxınlaşın. Allahdan uzaqlaşmışsınız deyə Allah da o sıxıntını sizə verib ki, siz Allaha yenidən dönəsiniz. Esselamu aleyküm.